Ərti yeməklərinin şahı olan ispanaq qovurmasını gəlin birlikdə hazırlayaq. İnanıram ki, siz də çox sevirsiniz. Öncəliklə soğanları yudum, doğradım və yağda qovururam. İspanaqları öncəliklə təmizlədim və bol suda yudum və süzgəcə qoydum. Süzüldükdən sonra bu formada doğrayıram və qovrulmuş soğanların üzərinə doğradığım ispanaqları əlavə edirəm və birlikdə qovurmağa qoyuram. Ağzı bağlı şəkildə yağa düşənə qədər qovrulduqdan sonra üzərinə duz və paprika əlavə edirəm və qarışdırıram. Üzərinə 4 ədəd yumurtanı qırdım. Üzərinə qara toz biber, duz, paprika əlavə edirəm və qovrulmuş ispanağın üzərinə əlavə edirəm və mənim yeməyim hazırdır. Çox ləzzətli, çox dadlıdır. Mən əminəm ki, siz də bu yeməyi çox sevirsiniz. Bilirəm ki, çox asandır. Çünki hər evdə hazırlanan bir yeməkdir. Amma istədiyim hər kəs üçün də bir fikir olsun. Siz də hazırlayın. Siz göyərti yeməklərindən hansıları daha çox sevirsiniz və siz hansı üsulla hazırlayırsınızsa, şərhlərdə qeyd etsəz çox sevinərəm. Kanala abunə olmağı, videoları izləyib bəyənməyi unutmayın. Dəyər verib izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. İzlədiyiniz üçün çox sağ olun.